Aylar dəyişsə də media manşetləri dəyişməz olaraq qalır. Mənzil qiymətlərindəki artım sadəcə kağız üzərindəki rəqəm deyil. Bu, bir ailənin arzusu, bir gəncin gələcək planı, bir insanın evə sahib olmaq ümididir. Daşınmaz əmlak bazarında yaşananlarsa insanların həyatına dolayı yox, elə birbaşa təsir göstərir. Siz ümumiyyətlə qane eləyir mi? Necədir vəziyyət? Yox, özüm ev tapa bilmirəm. Evimi satmışam, ev tapa bilmirəm indala. İpoteka kredit bəs bu şərtlər qane eləyir? Yox, çox bahadır. Hansı ərazilərdə əsasən maraqlanmısınız və qane eləməyib qiymət? Ən baha ərazilər Nizami rayon ərazisidir. Qarayevdə valla gənci ilə dirəşir elə bir ki, hər il qalxa gedir. Evin qiyməti qalxır, qalxdıqca da mən ailə həyatı qurmağı fikirləşmirəm. İndi 50 min, ən aşağısı 50 min. Ən aşağısı. O da hamısı əksəriyyətdə sənədsiz evlərdir. Yaş da gedir, insanlar düşünür ki, bir müddətdən sonra pul yığım, vəsait yığım, ev alım, qiymətlər daha çoxalır. Yığdığı vəsait qalır qıraqda və onun üstünə artım gəlir. İldən ilə qiymətlər artır. Qiymətlər artdıqca da yığdıq büdcə insanı qane eləmir, nə də ki kredit şərtləri buna uyğun gəlmir. 2025-ci ilin ilk yarısında mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 15%-ə yaxın artıb və təbii ki, belə olan halda artıq mənzil almaq alıcılar üçün sadəcə arzu yox, əlçatmaz bir hədəfdir. Eyni mənzil bugün dünənkindən daha baha qiymətə təklif olunur və təbii ki, belə olan halsa alıcıların variant tapmağında çətinlik yaşadır. Son 5 ildə ev almaq arzusunda olanlar üçün reallıq kəskin şəkildə dəyişib. Rəsmi göstəricilərə görə ölkədə daşınmaz əmlak qiymətləri 2020-ci ilin ortalarından 2025-ci ilədək təxminən 50%-ə qədər bahalaşıb. Hesablamalara görə hazırda şəxsin orta aylıq əmək haqqını toplamaqla bir ev alması üçün ona lazım olan vaxt təqribən 20 ildir. Bu isə o deməkdir ki, mənzil almaq istəyən insan dayanmadan çalışmalı və maksimum qənaət etməlidir. Bakı şəhərində urbanizasiya yüksək olduğuna görə burada əmlak çatışmazlığı eyni zamanda müşahidə olunur və son illər ərzində tikinti şirkətlərin aktivliyi bazarda az olduğuna görə qiymətlərin də normadan çox artması ümumi daşınmaz əmlak və iqtisad sektoruna əks təsir göstərir. Çıxış yolu hazırki vəziyyətdə həssas təbəqələr üçün və yaxud da ki, gəliri az olan şəxslər üçün şəhər ətrafı ərazilərdə fərdi evlərin inşasıdır və yaxud da ki 2000-ci ildən sonra inşa olunmuş fərdi evlərin, yəni çıxarışla təmin olunmuş evlərin kredit və ipoteka yolu ilə əldə olunmasıdır. Aydındır ki, bahalaşmanın səbəbləri təkcə bazara bağlı deyil. İqtisadi proseslər, tikinti xərcləri və ümumi inflyasiya məsələləri də qiymətləri yuxarı çəkir. Bu baxımdan da hazırda yeni tikililər və ipoteka üçün münasib mənzillər əsas tələb mərkəzidir. Lakin bahalaşma küləyi bu istiqamətdən də yan keçmir və özü ilə bərabərində müəyyən problemləri gətirir. İnsanlar ipoteka və daxili kredit hesabına mənzil almağa daha çox üstünlük verirlər. Bunun da öz növbəsində öz çətinlikləri var. Belə ki, ipoteka ilə götürülən bir mənzil əlavə illik bank faizləri üstünə gəldikcə müştərilər bu haldan o qədər də məmnun olmurlar. Yəni hər il bu pulun üstünə əlavə pul gəldiyi üçün insanların bu pulu ödəməklərində bəzi çətinliklər yaranır. Bütün bunlara baxmayaraq bahalaşan mənzil bazarında ucuz ev tapmaq da mümkündür. Lakin bir şərtlə sənədsiz olarsa. Çünki daşınmaz əmlakın qiymətini artıran əsas səbəblərdən biri məhz sənədsiz, qeyri-qanuni və ya yarımçıq qeydiyyatlı evlərin çoxluğudur. Rəsmi çıxarışı olmayan mənzillər bazarda ucuz variant kimi görünür. Amma qanuni baxımdan təhlükə yaradan bu yol alıcı üçün tilov ucundakı yem rolunu oynaya bilər. Çünki sənədsiz evlərin kommunal xidmətlərlə təmin edilməsi yol verilməz hesab edilir. Və buna baxmayaraq bu addımı atanları qanunla müəyyən edilmiş qaydada cəza tədbirləri gözləyir. Kənd təsərrüfatı təyinatlı torpaqlardır, sənaye nəqliyyat rabitə təyinatlı torpaqlardır. Bu torpaqlar tikinti məqsədi üçün ayrılmayıbdır. Vətəndaşlarımız tərəfindən həmin torpaq sahələri üzərində fərdi yaşayış evləri inşa edilərkən sonradan bunların daşınmaz əmlak dövlət reyestrində qeyd alınmasında ciddi problemlər yaranır. Əgər həmin təyinata uyğun deyilsə, torpaq sahəsi fərdi evin tikilməsi məqsədi ilə ayrılmayıbsa, qeydiyyatına aparılması mümkün deyil, təəssüf ki. Ona görə də məsləhətimiz odur ki, əvvəlcədən vətəndaşlar ödəniş edəndə bununla bağlı həm də öz üzərlərindən məsuliyyət götürsünlər. Sənədsiz evlərin çoxluğu bazarın real qiymət balansını pozur. Çünki çıxarışı olmayan mənzillər daha ucuz təklif olunduğundan sənədə olan evlərin dəyəri süni şəkildə artırılır. Nəticədə bazarda qiymət uçurumu dərinləşir.
Mənzil bazarı bəzi hallarda əhali tərəfindən daha çox investisiya aləti kimi daha çox istifadə olunur. Tikilən mənzillərin sayı çox olsa, artım belə deyək, bir o qədər olmayacaqdır. Lakin tikilən mənzillərin sayı tələbi ödəməsə, burada qiymət artımı müşahidə olunacaqdır. Daşınmaz əmlak bazarında ən son nisbi sabitlik 2020-ci ildə pandemiya dövründə olub. Lakin sonraki illərdə qiymət artımı sürətlənib. İndiki məqamda isə nəinki il, hətta ay bayı dəyişən qiymətləri müşahidə etmək mümkündür. Son açıqlanan rəqəmlərə görə yeni tikililərdə aylıq qiymət artımı rayonlar üzrə ən çox Yasamalda qeydə alınıb. Digər sıralarda isə 2,7% Nərimanov rayonu, 2,5% Nəsimi, 2,3% Nizami, 2,1% Xətai, 2% Səbail, 1,8% Sabunçu, 1,7% Binəqədi, 1,5% Suraxanı, 1,1% Xəzər, 1,2% Pirallahı, 0,9% isə Qaradağ rayonları yer alır.